Salam müəllimlər. Deməli, impuls bölməsinə aid maraqlı bir sualla sizi tanış eləmək istəyirəm. Deməli, o nöqtəsində sükunətdə olan cisim daxili partlama nəticəsində M1 və M2 kütləli iki hissəyə ayrılır. Partlayışdan T müddət sonra cisimlər şəkildəki koordinatlarda olduqlarına görə kütlələrinin nisbətini tapın. Deməli, belə çıxır ki, burada zamanlar eynidir də. Zamanlar eynidir. İmpulsun saxlanma qanununa görə deməli M1 V1 bərabər olmalıdır M2 V2-yə. Deməli bizdən soruşur M1 böl M2 nisbətini tapın. Bu da bərabər olacaq V2 böl V1. Biz buradan V-ni yerinə yaza bilərəm. Bax, V-ni yerinə V2-ni yerinə yazaram S böl T. T'lər eynidir də. V bərabər S böl T. Bax, yazıram burada V bərabər S böl T. T'lər eynidirsə V ilə S düz mütənasibdir. Elə bunu belə də yaza bilərəm. Yaza bilərəm S2 böl S1. Vəsiyo, bu da bərabər. İndi ikinci cisim nə qədər yol gedib? 3x qədər. Yazdım 3x. Bəs birinci cisim nə qədər yol gedib? 2x qədər. Vəsiyo, bu da eləcək 3 böl 2. Cavab eləcək C variantı. Diqqətinizə görə sağ olun.